Ölkə xəbərləri ilə davam edirik. Ağstafada 15 yaşlı yeniyetmənin vaqon üzərinə çıxaraq ağır cərəyan vurmasına məruz qalması sosial şəbəkə asıllığının ən təhlükəli üzünü bir daha ortaya qoydu. Daha çox bəyənmə və baxış sayı toplamaq, trendlərə qoşulmaq həvəsi bəzən gənclərimizin həyatı bahasına başa gəlir. Bəs cəmiyyət və ekspertlər artan bu rəqəmsal bəla barədə nə düşünür? Əməkdaşımız Gövhər Mərdanov araşdırıb. Ağstafada yeniyetməni cərəyan vurub. Məlumata görə 15 yaşlı rayon sakini Ömər Nəsibov vaqonların birinin üzərinə çıxıb. Bu zaman onu ehtiyatsızlıqdan cərəyan vurub. Ağır yanıq xəsarətləri alan yeniyetməni Ağstafa rayon mərkəzi xəstəxanasına yerləşdiriblər. Görülən tədbirlər nəticəsində yeniyetmə yanıq şokundan çıxarılıb və Bakı şəhərində xəstəxanalardan birinə göndərilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Güclü partlayış səsi eşitdim. Çölə çıxdım ki, burada bir nəfər yanır. Elə biz gəlib çatana kimi buradan yerə düşdü, gəldi bura. Burada tezcə gəldik, kömək elədik, təcili yardıma zəng vurduq. Ağstafa rayon xəstəxanasına tezcə çatdırdıq. Baş verən hadisə bir daha göstərir ki, az yaşlılar, yeniyetmələr və gənclər daha çox izləyici kütləsi yığmaq xatirinə bəzən ölümün gözünə dik baxdıqlarının fərqinə belə varmırlar. Az yaşlı uşaqların şəxsi inkişafı üçün sosial şəbəkələrdən istifadə böyük təhlükə yaradır. Bəs yerli əhali və ekspertlər bu haqda nə düşünür? Az yaşlıların sosial şəbəkə, həm TikTok olsun, Instagram olsun, düşünürəm ki, buna nəzarət olmalıdır və mənfi yanaşıram istifadəsinə. Mən düşünürəm ki, uşaqların TikToka girməsi valideyn nəzarət altında olmalıdır. Valideynlər nəzarət etməlidirlər ki, uşaqlar telefonlarını yoxlamalıdır, baxmalıdır, uşağı nə işlədir, telefonda nə edir. Psixoloqlar hesab edir ki, həmyaşlıları ilə daimi rəqabət, saxta ideyalara can atmaq və daim ekran qarşısında olmaq azyaşlılarda həm də ciddi travmalara yol açır. Uşaqlar sosial mediada gördükləri insanlarla özlərini müqayisə edərək özünündən problem yaşaya bilər. Bundan əlavə, real ünsiyyətin azalması, sosial bacarıqlara, kiberzorakılıq və yaşa uyğun olmayan məzmun isə uşağın psixoloji vəziyyətinə təsir edə bilər. Valideynlər ekran vaxtına və məzmuna nəzarət etməli, uşaqlarla açıq ünsiyyət qurmalıdırlar. Məqsəd texnologiyanı qadağan etmək yox, ondan sağlam istifadəni öyrətməkdir.